Salam, hər vaxtınız xeyir olsun Nurlan bəy. Sualım budur rubrikasına xoş gəlmisiniz. Bugün sizə bir neçə sualımız olacaq. Birinci sualımız bundan ibarətdir ki, debat nədir və necə oynanılır? Salam, hər vaxtınız xeyir. Debat ən azı iki tərəf arasında oynanılan bir fikir müzakirəsidir. Debat əslində həyatımızın hər yerində var. İstər biz debat oyunlarında, rəsmi həyata keçirilən debat oyunlarında olsun, istər öz həyatımızın hər bir hissəsində, hər bir gedişatında biz debatlardan istifadə edirik və bir növ istəməsək də, istəsək də bir debat iştirakçısı oluruq və bir debat oyuncusuna çevrilirik. Çox sağ olun. Sizcə debat həyatımızın hansı hissəsində mövcuddur? Düşünürəm ki, debat həyatımızın hər yerində var. Çünki həmişə bu yanaşmada olmuşam ki, hər kəs potensial bir debatçıdır və məsələn, biz uşaq vaxtımızdan etibarən belə debatlarla məşğul olmuşuq. Həyatımızın hər yerində debat olub. Məsələn, evdən çıxarkən, valideynlərimizdən icazə alarkən və yaxud da harasa gedərkən, bir işi görərkən və yaxud da hansısa bir ətrafımızdakı bir yoldaşlarımızla, kimlərləsə fikir ayrılığı yaşayarkən yaşadığımız bu müzakirələr, fikir ayrılıqları hamısı debatlardır. Bunlar hamısı qeyri-formal debatlara aiddir və buna görə də əslində qeyd eləmək olar ki, debat həyatımızın hər yerində var. Bəs sizcə debata oyun gözündən yanaşmaq doğru olarmı? Düşünürəm ki, xeyr. Çünki debat təkcə oyun deyil. Vurğuladığım kimi debat həyatımızın hər yerində var. Debatda oyun gözü ilə yanaşmaq olar hansı yerdə, hansı ki biz debatları rəsmi formada oynayırıqsa, istər ölkə səviyyəsində və yaxud da beynəlxalq səviyyədə rəsmi şəkildə debatlar oynayırıqsa, bəli, bunlar oyun sayıla bilər. Amma həyatımızın digər hissəsində apardığımız bütün müzakirələrdə, fikir ayrılıqlarında istifadə olunan debatları oyun kimi deyil, mən bunu həyatımızın bir parçası kimi adlandırardım. Çox sağ olun. Debat bizə nə qazandırır? Debat bizə bəlkə də hər şey qazandırır. Çünki debata ilk başlayanda biz həm araşdırmağı öyrənirik, biz öyrənmə metodlarını öyrənirik, biz eyni zamanda öz nitqimizi inkişaf etdiririk, biz özümüzə özgüvən qazandırırıq, özümüzü ifadə eləmə bacarığımızı formalaşdırırıq. Yəni bütün bunların hər birini öyrənməyimiz və bunları həyatda tətbiq eləməyimiz artıq bizə çox yaxşı nəticə verə bilər və bütün bunların hamısını nəzərə alsaq, deyə bilərəm ki, debat bizə bəlkə də hər şeyi elə debat öyrədir həyatda bizə. Debat mədəniyyətinin formalaşması bəs nə üçün bu qədər vacibdir? Debat mədəniyyətinin formalaşması düşünürəm ki, insanların özlərini ifadə eləməyindən əlavə öz işlərinin nəticələrinə varılması üçün vacibdir. Yəni, məsələn, biz əgər baxsaq görəcək ki, bir çox insanlar çox gözəl bacarıqlara malikdir, lakin çox tanınmırlar və yaxud da ki, öz xidmətlərini, öz bacarıqlarını qarşıdakı insanlara sata bilmirlər, təqdim edə bilmirlər. Lakin debatlar vasitəsilə insanlar öz təqdimat bacarıqlarını, öz natiqliyini, inandırma bacarıqlarını inkişaf etdirirlər ki, bununla da insanlar öz xidmətlərini qarşı tərəflərə və yaxud da digər insanlara rahat şəkildə sata bilərlər. Və buna görə artıq düşünürəm ki, insanlar həm debatın bu üstünlüklərindən faydalanmalıdır və bunun bizə yaratdığı bu üstünlüklərdən mütləq ki, insanlar istifadə eləməlidir. Çox sağ olun. Debatlar insanın düşünmə və analiz qabiliyyətinə bəs necə təsir göstərir? Debatlarda biz iştirak edərkən, rəsmi debatlar oynayarkən biz artıq orada bir çox mövzuları araşdırırıq. Çünki məsələn, Azərbaycanda belə oynanılan debatlarda baxanda mövzu öncədən verilir bizə və biz həmin mövzunu araşdırırıq. Mövzu ətrafında fərq eləmir, bizim sahəmizdir, yoxsa bizim sahəmiz deyil. Hər bir halda biz həmin mövzunu araşdırırıq, həmin mövzu haqqında müəyyən bir biliklərə sahib oluruq. Və bu həm yeni bilgi əldə eləməyimizə, dünya görüşümüzü artırmağımıza, eyni zamanda araşdırma qabiliyyətimizi artırmağımıza kömək olur və biz bir növ debat oyununa qədər artıq bir şeylər əldə etmiş oluruq. Debat oyunundan sonra zaten özümüzü inkişaf etdiririk, öz nitqimizi və digər baxımdan özümüzü inkişaf etdiririk. Amma bu hissəsində isə debat oyununa qədər isə araşdırma və digər bacarıqlarımızı da inkişaf etdirmiş oluruq. Bildiyiniz kimi, hazırki dövrdə bir çox gəncimiz nitqlə bağlı problem yaşayır. Bəs siz nə məsləhət görərdiniz ki, gənclərimiz bu nitq və çıxış bacarıqlarını inkişaf etdirmək üçün hansı təlimlərdə və yaxud da hansı vərdişləri özlərinə qazanmalıdırlar?
Düşünürəm ki, insanlar təbii ki, öz nitqlərini inkişaf etdirməlidirlər, araşdırma bacarıqlarını artırmalıdırlar. Xüsusən gənclərdə biz bunun daha çox şahidi oluruq ki, dediyiniz kimi, bunun çətinliklərini yaşayırlar. Gənclər özünü ifadə etmə bacarıqlarında problemlər yaşayırlar. Bunun üçün bir sıra klublara, bir çox yaradılmış interaktiv və yaxud da intellektual klublara qoşularaq burada artıq özlərini inkişaf etdirə bilərlər. Məsələn, universitetlərdə olan debat klubları olsun və yaxud da ki, bir çox universitetdən kənar fəaliyyətlərdə, dərnəklərdə və yaxud da ki, hansısa bir gənclər evlərində keçirilən debat fəaliyyətləri var. Buralarda iştirak edərək özlərini inkişaf etdirə bilərlər. Həm burada vurguladığım kimi öz araşdırma qabiliyyətini artıracaqlar, dünya bacarıqlarını, dünya görüşünü artıracaqlar və özlərinin təqdimat bacarıqlarını burada artırmış olacaqlar. Bəs biz kimləri debatçı hesab edə bilərik? Mənə görə hər kəs potensial debatçıdır. Amma debatçıları biz ayırsaq, debatla peşəkar səviyyədə məşğul olanlar da var təbii ki. Hansı ki, ölkəmizdə də debatın bir çox növü yayılıb və həmin debat növləri ilə, debat formatları ilə peşəkar səviyyədə məşğul olanlar var. Yəni, bunları peşəkar debatçı adlandırardım, amma yerdə qalan digər hər kəs isə mən potensial debatçı adlandırardım. Bəs bilmək istəyərdik ki, debatın nə kimi bir formatları var və debat necə oynanılır, gedişatı necədir? Debatın dünyada 30-dan çox növü var. Azərbaycanda da bir çox növü geniş yayılıb. Məsələn, Karl Popper debatları olsun, son dönəmlərdə Azərbaycanda parlament debatları geniş yayılıb. Ümumiyyətlə, dünyada məsələn, siyasi debatlar, tarixi debatlar, yəni bir çox debat növləri var əslində. Hər bir debat növünün, hər bir debat formatında oynanma şəkli fərqlidir. Məsələn, Karl Popper debatlarında fərqli cür oyunlar olur, parlament debatlarında fərqli cür olur, amma hər birinin oxşar özəlliyi var, hər birini birləşdirən bir çox xarakteri xüsusiyyətlər var. Məsələn, bunlara nələr aiddir? Birincisi, hər birinin müəyyən bir vaxt limiti olur. Hər birində iştirakçılara müəyyən bir vaxtlar verilir, 3 dəqiqə, 5 dəqiqə, 6 dəqiqə və s. Yəni, bu vaxt çərçivəsində iştirakçılar öz fikirlərini ifadə eləməlidirlər. Hər birində iştirakçılardan öz mövzu ilə bağlı, həm təsdiqi ilə bağlı, eyni zamanda inkarı ilə bağlı fikirlər, arqumentlər səsləndirmələr istənilir. Yəni, ola bilər ki, sən bu mövzunun təsdiqi ilə razılaşasan, amma mövzunun inkarını oynayırsansa, artıq inkarı yönündən də artıq sən arqumentlər təqdim etmək məcburiyyətindəsən. Bu nüanslar da artıq insanda inandırma bacarığını formalaşdırır və əsasən yəni bu nüanslar debatın bütün formatlarında vardır. Bəs vurğuladınız ki, 2 komanda olur və bildiyim qədərlə hər komandada 3 nəfər olur və onların müəyyən çıxışları var ki, hansı ki onlar bölünürlər 1, 2, 3 olaraq və hər birinin funksiyası fərqlidir. Bəs bu funksiyalar haqqında biraz məlumat verə bilərsiniz? Bəli, 2 komanda, Karl Popper debatlarında bəli 2 komanda olur, hər komandada 3 spiker olur. Düzdür, fərqli debatlarda, məsələn, parlament debatlarında 4 komandanın iştirak elədiyi parlament debat növləri də var və onlarda komandada iştirakçı sayı 2 nəfər olur, daha fərqlidir. Amma 2 komandanın olduğu, hər komandada 3 spikerin olduğu Karl Popper formatına baxanda ümumi olaraq hər spikerin öz vəzifə öhdəlikləri fərqli olur. Məsələn, ilk olaraq birinci spikerlər oyuna çıxır və birinci spikerlər öz komandalarının mövqələrini, mövzu ilə bağlı ilkin yanaşmalarını, arqumentlərini, mövzu ilə bağlı özlərinin irəli sürdükləri əsas anlayışları vurğulayırlar. Komandanın ikinci spikerləri isə ümumilikdə rəqib komandadan gələn fikirləri, təqzib fikirlərinin, inkar fikirlərinin əksinə fikirlər bildirir, öz mövqələrini daha da bərpa edir, daha da gücləndirir. Və sonra üçüncü spikerlər isə oyunda əsasən təhlil edirlər oyunu. Oyunu analiz edirlər, oyunun ümumi gedişatını analiz edib, öz komandasının nəyə görə daha yaxşı olduğunu, öz komandasının nəyə görə daha doğru fikirlərdə səsləndirdiyini oyunu dəyərləndirən münsiflərə, hakimlərə izah edirlər. Bəs gedişat əsnasında bir çox versiyada biz rastlayırıq ki, fikirlər üst-üstə düşməndə gərginlik yaranır və orada bir meyar var ki, hər kəs bu çərçivədən kənara çıxmamalıdır, üslub nöqteyi nəzərindən. Sizcə bu meyarın qoyulma səbəbi nədir və həmin bu gərginlik anında hansı strategiyadan istifadə etmək lazımdır ki, öz fikrinin üzərində qalasan və bu çərçivədən çıxmayasan?
Ümumiyyətlə debatlar oynanılarkən 4 prinsipə əsaslanıb oynanılır. Bunlar düzgünlük prinsipidir, aydınlıq prinsipidir, öyrənmək prinsipidir və dördüncüsü ən əsas prinsip hörmət prinsipidir. Bu debatlar oynanılarkən iştirakçılar bu debata başlamamışdan öncə təbii ki, təlimlərdə və ümumiyyətlə hazırlıq prosesində hər zaman bunlar iştirakçılara təkrar edilir və onlara vurgulanır ki, bunlara əməl eləsinlər ki, bunlara əməl edilməyə vacibdir. Xüsusən hörmət prinsipinə öncədən hamının bunu bilməyi və gedişatda buna əməl eləməyi artıq hər kəsin buna bunu bilməyinə gətirib çıxaracaq ki, bu da artıq gedişatda gərginliyi azaldır. Düzdür, debatlar da oynadıqca və yaxud da oyunlar olduqca insanlar daha çox adrenalinə, daha çox həyəcana qapıla bilirlər və biraz emosiyalarına hakim dura bilmirlər. Amma təbii ki, bu da başa düşüləndir. Debatda həmişə belə bir yanaşma var ki, haqlı tərəf yoxdur, inandırıcı tərəf var və bunu da inanan tərəf də burada oyunu dəyərləndirən hakimlərdir. Burada iştirakçı olaraq biraz emosiyalara qapıla bilərlər, amma hakimlər də burada nəzərə almaq lazımdır ki, qarşı tərəf demək ki, hakimi daha yaxşı inandırmağı bacarıb və ona görə məncə burada debatlar oynayarkən daha çox hakim yandırmağa fokuslanmalılar, nəinki oyundan sonra yarana biləcək hər hansısa bir mübahisə. Bəs bildiyim qədərilə hakim qisminə gəlib çatmaq üçün başlayanlar da əvvəldən elə debatçıların özləri olurlar. Bəs bu səviyyəyə gəlib çatmaq üçün hansı leveldan keçmək lazımdır? Bunun xüsusi bir meyarı varmı? Və yaxud da bu sınaqdırmı, təcrübədirmi? Nəyə əsasən müəyyən edilir? Bəli, öncəliklə təbii ki, debatçılardan hakimlər seçilir. Yəni ilk öncə debata yeni başlayanlar debat oyunlarında iştirak edirlər, oynayırlar. Daha sonra məsələn universitet səviyyəsində turnirlərdə oynayırlar. Sonra açıq turnirlər və yaxud da respublika səviyyəli turnirlərdə iştirak edirlər. Müəyyən bir debat təcrübəsi toplayırlar. Sonra oyunda hakim kimi iştirak eləmək üçün müəyyən bir kriteriyalar qoyulur. Məsələn, ən azı 5 turnirdə iştirak eləməlidir, ən azı respublika səviyyəli bir neçə forumda iştirak eləməlidir və s. Bu şəkildə kriteriyalar qoyulur və yaxud da ki, ən azından natiqlik siyasına nə vaxtsa ən azından adı düşməlidir. Yəni, bu kimi kriteriyalardan bəzən istifadə edilir. Bunlar nəyə görə lazım olur? Ona görə ki, hakimsənsə, oyunun nəticəsini, oyun taleyini müəyyənləşdirirsənsə, sənə müəyyən bir təcrübən olmalıdır, müəyyən bir təcrübəyə malik olmalısan və bu təcrübənlə sən artıq oyunu dəyərləndirməyi bacarmalısan və oyunu dəyərləndirməlisən. Və Azərbaycanda da hakimliklə bağlı artıq təlimlər keçirilir, TOT təlimləri keçirilir və müəyyən bir kriteriyalara görə, müəyyən kateqoriyalara görə hakimlər də bölünür. A, B, C kateqoriyalı hakimlər olur və müvafiq olaraq hər kateqoriya özünə uyğun debat turnirlərində iştirak edib dəyərləndirməni həyata keçirə bilirlər. Yaxşı debatçı, yaxşı natiqdir deməkdir sizcə? Razılaşmıram. Mənə görə yaxşı debatçı, yaxşı natiq ola bilər, amma hər zaman yaxşı debatçı, yaxşı natiq deyil. Nə də ki, hər zaman yaxşı natiq, yaxşı debatçı deyil. Çünki debat oyunlarının bir strukturu var. Həmin struktur çərçivəsində bir nəfər yaxşı çıxış eləyə bilər, amma debatdan kənarda yaxşı natiq olmaya bilər və yaxud da ki, kənarda çox yaxşı natiq ola bilər, amma öz nitqini gətirib həmin debatın strukturuna, o vaxt strukturuna, oyun ardıcıllığına yerləşdirməyə bilər. Yəni, bu çətinliklər yaşaya bilər. Ona görə fikirləşirəm ki, ola bilsin ki, 90% hallarda, 80-90% hallarda bu eyniliyi təşkil eləsin, amma 100% bunlar eyni deyil, tamamilə fərqli anlayışlardır. Çox sağ olun. Bəs debatla maraqlanan, amma tam bu mövzu ilə bağlı məlumatı olmayan gənclərə nə tövsiyə etmək istərsiniz? İlk olaraq hansı addım atmalıdırlar sizcə? Gəncləri ayırsaq, məktəbli və universitet səviyyəsindəki gəncləri ikiyə ayırsaq, istər məktəblilər üçün, ümumiyyətlə debat Azərbaycanda təhsil proqramı olaraq yaradılıb. 2000-ci illərdə təhsil proqramı olaraq yaradılıb. Məktəblərdə də hal-hazırda təhsil proqramı bir hissəsi kimi debatdan istifadə edilir. Amma Karl Popper, parlament debatı kimi daha böyük respublika səviyyəli rəsmi debatlar isə, debat formatları isə artıq universitet səviyyəsində istifadə olunur.
Universitet tələbələri universitetlərdəki debat klublarına qoşula bilərlər və yaxud da ki, respublikada bir çox gənclər evi var, gənclər mərkəzləri var, onların hər birində debat mərkəzləri var, onlara da qoşula bilərlər. Ümumiyyətlə, debatla bağlı da ölkədə Vətəndaş Cəmiyyətindən Debat İctimai Birliyi tərəfindən də debat fəaliyyətləri, debat təlimləri və debat turnirləri keçirilir. Hər zaman həmin qurumu izləyib və onun fəaliyyətlərinə maraqlanıb, fəaliyyətlərin bir parçası ola bilərlər. Çox sağ olun, çox təşəkkür edirik geniş cavablarınız üçün və bizim təklifimizi qırmayıb gəldiyiniz üçün sizə minnətdarıq. Çox sağ olun, təşəkkürlər. Mən təşəkkür edirəm, siz sağ olun.